Vaxt var idi bu miniləri belə 13-14 min manata alıb 13-14 min dollara satırdılar. Onda hələ Çin bazarı bu bazarı məhv eləməmişdi. Amma indi bu Mini Cooper S variantı 2013-cü il 6 pilləli adi zəncir dəyişməyinə gəlib də Vüqar Ustanın yanına və Vüqar Usta ümumiyyətlə mən açığı deyim buranın mühərrikxanasının da bu qədər belə çətin olduğunu bilmirdim. Yəni çox belə yerin az olması və s. Amma həm də görək ustaların özünə bu dəqiqə bu maşınlara baxmağa nə qədər sərf eləyir. Çünki get-gedə o maşınların bazar qiyməti də düşür. Və belə hallarda adi şeydir də bu vaxtı çatan bir şeydir, zəncir məsələn dəyişməlidir və s. O halda da belə biz bilmirik ki, ustaların bu maşınlara növbəti də baxmaq həvəsi var, yoxdur, necə? Çünki baxıram Vüqar Usta buna əməli başlayıb pul xərcləyib avadanlıq alıb. Vüqar Usta, xoş gördük, salamlar olsun. Bəli, hər vaxtınız xeyir olsun Raif bəy. Bəli, həqiqətən elədir. O əvvəla deyim, doğrudan da bu avtomobilin gəlizliyi odur ki, baxın bu mühərrikdə iş görmək üçün bunun ön faraları, yəni qabaq hissə bu fara mütləq çıxmalıdır hə buna görə. Çünki burada heç cürə buna giriş olmur. Hələ burada ön bamperdə çıxır, misal üçün bu hissədə qabaq hissə turboda nəsə iş görəndə. Yəni avtomobilin kuzası o qədər balacadır ki, yəni mühərrikxanada yer qalmayıb, usta üçün yer qalmayıb. Bəli. Mən keçən il yox, ondan qabaq Münhendə yeni bu Mini Counterman modeli idi. Onun təqdimatında orada olmuşdum. Onlar da belədir deyəsən. Yəni mühərrikxana bundan biraz sonraki modeldə biraz orada genişlik var. Nisbətən orada genişlik var. Elə məsələ də burada nədir? Bu avtomobilin sahibi müraciət eləmiş ki, zəncirin dəyişməyə. Bunlar görsə elə buradan elə görsənə zəncir nə o el dilində rem komplekt deyirlər də buna. Nə dərəcə uzanıbdır zəncir. Allah bu artıq səs eləmə vəziyyətinə gəlib çıxıbdır. Zəncirin dəyişməsinə. Mən də bununla danışanda telefon vasitəsilə bu rayonda idim. Yəni burada da öyleydim. Dedim, mən maşını saxlayın orada gəlib başlayaraq. Gəldim, başladım, baxdım, gördüm ki, bu həmin o sizin deyəcək kontrmen deyil. Bunların yeni nəsil şəhərdə artıq çoxdur. Onlar klubmen var, onların üzərində dayanan mühərriklər, onlar yeni nəsil mühərriklərdir. Bax, o mühərriklər gedir N12, N14 mühərriklər. Siz BMW üzərindən baxırsınız da yeni nəticədə. O BMW mühərriklərdir. Bunun bizdə belə adapterləri var. Bu da bildiyiniz kimi necədir? Biz bu zənciri üstünə yerləşdirmək üçün bunun xüsusi adapter olmalıdır. Yəni bu kalibrovka deyilir. Yəni bu olmasa, bu ustanın bunlar olmasa bu usta bunu heç cürə yəni dəqiq qoya bilməz də. Bu olmalıdır ki, burada dəqiqlik olsun. Bu olmayan yerdə bu bax bunlar hamısı ölçü cihazıdır. Yəni bu siz buna arxayın olub demisiniz ki, hədə varımdı gəlsin. Mən də buna arxayın oldum, dedim var. Nəticədə gəldim görüm ki, bu o mühərrikdən deyil. İndi bunun üçün sifariş verdik. Yeni gəldi bu. Hansı ki, bax bu gəldi. Ayrı adapter. Ayrı adapter. Bu həmin məhz N18 mühərrikdir. Bunun içində olan avadanlıqlar. Bunu da görürsünüz, quraşdırmışıq bura. Yəni artıq bu qaz valları burada tutubdur. Yəni bunun bir düşdü. Özü görürsünüz, burada fazada dəyişiklik forması var. Yəni burada prikrit moment deyirlər fazada. Yəni o kimi deyil. Başqa cürə. Çünki burada valvatronik də var. Yəni biraz gəlir sistemdir. BMW mühərrikidir, biraz gəlir sistemdir. Ona görə bunu bu adapterları servizə verirlər ki, yəni bu servizdən kənara getməsin. Kənara da gedəndə bu hansı ki o ustanın özündə varsa ona əməl edə biləcək. Əgər olmasa bu iş dəqiq alınmayacaq. Bu bilirsiniz o deyirlər, remeni dəyişdim, rana, pozla, dəyişəndən sonra oradan çıxdım, nə bilim bu kimi hallar baş verir. Bunlar hamısı bunun dəqiq yerinə qoyulması. Kimsə onu xətlə qoyur, kimsə onu ruçka ilə, kimsə hər öz metoduna qoyur. Amma bu tam arxayınçılıqdır. Yəni bunu buradan qoydum, burası bir dayanacaq yerində. Bu altdan dirsəkli valı stopart elədim, o dayanacaq yerində. Bu zənciri nizamlamaq üçündür, qabağa basmaq üçündür. Yəni bu artıq bu iş tam dəqiq olacaq. Amma indi bunu da məsəl üçün mən deyim də sizə indi yəqin əvvəlcədən xərcini demisiniz ki, nə qədər? Xərcini məsələn demişəm ki, mən misal üçün bunu 400 manat zəhmət haqqı alıb dəyişəcəyik. Bunun özü gəldi, başı gəldi bizə 290 manatı. 290 manatı bu olanda, indi burada da bir servisli işçilər var, müəyyən yəni köməkçilər var, bunlara müəyyən pul verəndə. Bu maşında ziyandır. Arası hesapladım ki, bir 40 manat məndə gedişmə gedir. Ziyanlıyam. Rana pozna burada da var. Rana pozna mənim üzərimdə qalır. Amma bunun için dəqiq olacaq. Düz deyə, indi bəlkə də adam təsəlli verir ki, bu avadanlıq onsuz da almalıydım, amma indi bundan sonra nə qədər bu maşından gələcək? Məsələ də orasında ki, bəli, bundan sonra bu maşınlar ölkəmizdə nə qədərdir? Buna kim bu xərci çəkir, yəni eləyəcək böyünlərim. Amma biz avadanlıq almağa, biz avadanlıq həvəskarıyıq da, biz daimi bizdə bunlar, onlarla belə avadanlıqlar var. Yox, bu maşın yaxşıdır, Vüqar Usta. İş dəqiq olmaq üçün, yəni bax, ustalarda, yəni o necə deyirlər, incəsənət
incəsənət Qurban tələb tələb eləyir. Yəni bu olmalıdır. Yəni biz o qədər avadanlığa pul xərcləyirik ki, Yox, yatırım eləməsən, təbii ki də. Məsələn, inkişaf olmur da. Yəni bu bizim özümüz. İndi bu avtomobil sahibinə deyə bilməzsən, bu belə oldu. Onun nəyinə var ki? Onun ən lazım nə almısan, eləmirsən. Demirsən, o da deyəcək, qardaş, bəlkə mən deməsəydim, başqa yerə gedəcəkdim məsələn də. Amma yəni ümumi götürəndə bu Cooperlərin dizaynı gözəldir. Belə əsasən də 2 nəfərlik çox gözəldir salonu. İdarə olunma zamanında olduqca adıma xüsusi zövq verir. Amma mən bunu yadıma gəlir ki, hətta nə bilim bir 7-8 il əvvəl deyim də. Çünki biz bunları BMW-nin biraz belə ucuz variantı kimi baxırdıq, o vaxtı yadımdadır. Əvvəl. Sonra mən gedib orada Almaniyada baxdım, deyirəm ki, bu Almaniyada BMW-dən bahadır. Bu yəni bildiyimiz adi BMW-lərdən bahadır da. Onun üst sinfidir. Amma bizdə elə yanaşırdılar. Düzdür, sonra biraz qiyməti qalxdı, amma indi yenə təkrarən ki, bu Çin maşınları gəldi. İndi məsələn, bundan biz baxdıq, bir dənə bu tip 17 minə falan qoyublar elana, amma heç inanmıram da. Yəni kiməsə deyəndə deyir ki, yox, 20 min buna verməlisə gəlib bir dənə təzə Çin maşını alaram. Bunun alıcısı az da, yəni bunu anlayan, başa düşən, yəni sürənlər yenə bu maşına qayıdıb sürmək istəyir. Amma kiməsə desən ki, bu maşınlar misal üçün bizdə yeni nəsil Çin maşını və yaxud da ki, adi Hyundai, Elantra bunu bəyənəcəklər, bunu deyəcək. Həm adından qorxurlar, biraz bahalı maşın olduğuna görə. Həm də ki, deyəcək, yəni tanımır da. İçərisində qeyri-adi dizaynı var. Yəni fərqliliyi çoxdur bu avtomobilin. Yox, gözəldir. Biz elə o gün, bilməm, qapısı açılır yoxsa yox. Baxsaq, yəni bu daha çox içinin özünə məxsus salonu var, özünə məxsus genişliyi var və həqiqətən də belə dizayn da gözəldir içinin, həqiqətən də. Amma dediyim kimi də bu maşını bilənlər alır. Yəni bu maşını belə kimsə maşından o qədər də anlayışı yoxdur, belə alım yox. Buna elə həqiqətən də spesifik müştərilər yaxınlaşırlar. Göstəricilər paneli, xüsusi sükanı. Onlar hamısı da belə fərqlidir, özünə məxsusdur. Yəni hamısında xüsusi, qapıda orada qapının açılma düyməsi. Amma yəni ailə maşını deyil də. Daha çox 2 nəfərlik maşın kimi biz bunu tanıyırıq. Ailə yox, gənc ailəyə hardasa yarıya. Hava vuranlar hamısı bax xüsusi bir dizayndadır. Hətta bu burada şüşə qaldıranlar, şüşə açanlar, yəni hamısı bir fərqli. O orta göstərici də belə fərqlidir. Yəni o baxımdan bunların bazarı hələ ki tam ölüb deyə bilmərik, amma fakt odur ki, bu gün yenə də biz qiymətlərlə müqayisə edəndə görürük ki, artıq ola bilər ki, artıq o məbləğdə kimsə düşünəcək. Ən azı düşünməyə başlayıblar ki, 20 min, 25 min, düzdür, bunların qiyməti o deyil, amma məsələn də artıq 25 min olan 5 ilin, 7 ilin maşını haqqında düşünmək istəmir ki, əşya alıram bu birisini 5 il, 7 il rahat sürəcəm. Bax, məsələ ondadır indi. İndi hələ biz mühərrikxanadan burada, yəni qabaq işığın çıxmasın, bu alt hissədə də görün nə qədər şey sökülüb. Təkər sökülüb, alt örtük sökülüb. Yəni buradan baxınca... Bir dənə bu rəng komplektə görə əslində... Buradan bu dirsəkli balığa girib görürsünüz, altdan alt yağla sozun təknəsi sökülübdür. Yəni görün nə boyda hissələr yəni sökülür. Yəni bunu belə də indi təmiri də xüsusi xərc tələb edir. Bir sözlə Vüqar usta bu dəfə ziyandadır. Xeyirli olsun. Yox, usta həmişə xeyir olmur ki. 10 dəfədən bir xeyir olur. 10 dəfədən bir xeyir olur. İndi orada başqa bir BMW də var, A3 elektromobildir. Onu da ayrıca istəyirəm bir dənə Vüqar usta ilə danışaq. Çünki onlar artıq yeni nəsildir. Onun da öz dərdi var. Onu da ayrıca çəkib danışarıq indi. Olar. Çox sağ olun.